Hamıya salam. Bu gün biz aşkar operatorların bütün növ suallarına baxacağıq. Hətta imtahana düşmüş, qəbula düşmüş suallarına belə baxacağıq. Bu da yenə ardıcıllıq dərsi kimi tələbələrin ən böyük problemi olan dərslərindən birisidir. İnşallah bu videodan sonra artıq o problem aradan qalxar. Baxaq birinci suala. Verib bizə belə bir operator, onun sağında isə 3 verib. Yuxarıda həmin operatorun sağında nə verib? A verib. Biz indi burada verilən 3-ü aparıb yuxarıdakı A-ya nə edirik? Bərabər edirik. A bərabərdir 3. Burada ola bilsin ki, bəzi tələbələr aparıb 3-ü A-nın yerinə qoymaq ifadəsi kimi işlədilər. Məsələn, burada aparım 21-i qoyum A-nın yerinə. Xeyr. Burada sağ tərəflə, burada verilən sağ tərəfdən, burada sağ tərəf bərabərləşməlidir bir-birinə. Aparıb yerinə qoymaq yox, bərabərləməlisən. Apardın, bərabərləşdirdin burada. 3'ü yazdım burada. İndi 3'ün kvadratı üstə gələk 3 vurulsun 3. Vurulsun 3. Bərabər nə eləyir? 3'ün kvadratı 9. Üstə gələk 3 vuraq 3 də 9 elədi 18. Vəssalam. Belə bu qədər sadə. Burada da yenə eyni qayda. Operatorun solunda verib 21'i, yuxarıda nə verib? A kvadrat çıxılsın 4'ü. Deməli, bayaq dediyim kimi 21 aparıb burada yerinə qoysan 21'in kvadratı çıxaq 4 taparsın. Xeyr. Amma A kvadratı çıxılsın 4 bərabərdir 21 kimi getsək. Yəni bərabərləsə bir-birinə. A kvadratı bərabərdir 25'ə. A nəyə bərabərdir? 5'ə. Aparıq burada indi hardakı bərabərləşdirmişik A-nı. Hardakı bərabərləşdirmişik. Həmən hissədə bərabərliyin sağ tərəfində hər yerdə A-nın yerinə yazacaq 5'i. 7 vurulsun 5. Üstə gələk 2 bərabər neçə 37 eləyir. Bu da bu qədər sadə. Yenə dediyim kimi 5'i harda bərabərləşdirmişiksə, aparıb orada bərabərliyin sağ tərəfində yerinə qoyuruq. Üçüncü sual. Burada artıq 2 müxtəlif operator verib bizə. Bir-bir ardıcıl formada yerinə yetirməliyik. Bizə verib burada 7 kvadrat mötərizə içərisində, onun sağında isə romb verib. Biz bildiyimiz kimi riyaziyyatda birinci icra olunan əməl mötərizədir. Yəni birinci mötərizə daxilində baş verən proseslər həyata keçirilir. Biz baxırıq mötərizənin içində bizə nə veribdir? Kvadrat, onun soluna verib 7'ni. Biz aparıb bu kvadratı yuxarıda axtaracağıq hardadır? Deyə buradadır. Onun sağında nə verib? A. Yalnız buradan A bərabərdir 7 tapandan sonra aparıb hardakı 7 qoymuşuq, orada bərabərliyin sağ tərəfində yerinə qoyuruq. 3 vurulsun 7 üstə gələk 1 neçə eləyir? 22. Tapdıq ki, bax bu mötərizənin içərisində neçə elədi? 22. İndi bu mötərizənin sağında nə var? Romb var. Yəni burada da rombun arasına düşür bu mötərizə daxilindəki 22, soluna düşür. Baxırıq ki, romb hardadır? Yuxarıda. Burada nə verib? A verib. Deməli, burada indi A bərabərdir 22 ilə. Götürsək, 22-dən də 2 çıxan neçə eləyəcək? 20 eləyir cavabımız. Burada ola bilsin ki, bəzilərimiz çaşa bilərik ki, burada A-ya 7 verib, burada A-ya 22 verdi. Xeyr. Buradakı A-nı yuxarıdakı A-nı əvəzlədik. Buradakı A-nı isə artıq misal həll olundan sonra yuxarıdakı misal həll elədik. 22 tapdıq, apardıq, ondan sonra yerinə qoyduq. Yəni bu A ilə bu A eyni deyirlər. Baxırıq 4'ə. 4'də. Artıq 4'də operatorun hər iki tərəfində bizdə rəqəmlər verib. A və B verib, burada 8 ilə 1 verib. Müvafiq olaraq sağ tərəfi, sol tərəfi sola, sağ tərəfi sağa bərabər eləyirik. 8'i A-ya bərabərlədik. Bunu da 1'ə bərabərlədik. 8 vurulsun 1, çıxılsın 2 neçə eləyir? 6 eləyir. Tapdıq bunun içərisində biz 6. Cavabı 6 götürənməliyik ya sırası. Burada nə verib bizə? 3 verib. İndi baxırıq bura. Burada 6 tabandan sonra biz operatorun soluna yazdıq 6'nı. Çünki bax bu operatorun soluna yazdıq artıq. Bura düşmüşdü 6 elə. Yazdıq bura 6, sağında isə 3 verib. İndi bayaqçı kimi aparıb bu 6'nı qoyuruq A-nın yerinə, 3'ü qoyuruq B-nin yerinə. Vəssalam. Həll edirik. 6 dəfə 3 18 çıxılsın 2 bərabər neçə eləyir? 16 eləyir. Baxırıq 5-ci suala. Burada indi bayaqçı kimi sağı sağa, sol sola bərabər eləməliyik ya. Yəni A çıxılsın 5 bərabərdir nəyə? 2'yə. Yəni A nəyə bərabərdir onda? 7'yə. Burada isə 5 üstə gəlinsin 2 bərabərdir 5'ə. B nəyə bərabərdir? 3'ə. Yəni bax 2'ni apardıq, burada bərabərləşdirdik. 5'i apardıq, burada bərabərləşdirdik. Tapdıq ki,
A7, B3 imiş. 7-nin kvadratı üstə çıxılsın 3-ün kvadratı üstə gələk 5. Yəni 49 çıxılsın 9 üstə gələk 5 bərabər neçə eləyir? Düzmü tapdıq. Deməli 2-ni qoyduq orada. Bəli, 5-də qoyduq. Bu da elədir 3. Yəni 3-ün kubu da doğrusu, üzr istəyirəm. 3-ün kubunu verib burada bizə. Yəni 49 çıxılsın 27 ilə 22 üstünə 5 gəlirlik eləyir təzədən yenə 27. Baxırıq 6-cı suala. 6-cı sualda 2 müxtəlif operator və hər iki tərəfində də rəqəm verib artıq. Biraz mürəkkəbləşməyə doğru gedirik. 12 və 4. Birinci mötərizədən başlayırıq. Bu mötərizədən başladıq. 12 ilə 4-ü aparıb harda qoyuruq? Burada. Yəni 2A bərabər nəyə? 12-yə. Yazaq 2A bərabərdir 12 isə A nəyə bərabərdir? 6-ya. Və eyni zamanda B kvadratı bərabərdir 4-dürsə B nəyə bərabərdir? 2-yə. İndi apardım buradan 3 vurulsun 6 çıxılsın 2 qoyduq burada. Neçə edir bu? 3 dəfə 6 çıxaq 2. Yəni eləyir 16. Bunun cavabını tapdıq 16. Baxırıq indi 9 ilə 6 harda qoyuruq yuxarıda? Burada. İndi buradan 3A, yəni sol tərəfi sola 9-a bərabər eləyirik. Sağ tərəfdəki 2B-ni isə 6-ya bərabər eləməliyik. Buradan 3A bərabər 9 isə A bərabərdir 3-ə. 2B 6-ya bərabərsə B də bərabərdir 3-ə. Aparıb indi harada tapışıq orada yerinə qoyuruq. 3 üstə gəlinsin 4 vuraq 3. Yəni neçə eləyir? 15 eləyir. Tapdıq buna da bu mötərizənin daxilinə tapdıq 15. 16 çıxaq 15 neçə eləyir? 1. Ümid edirəm artıq bu suallar sadə görsənir. Deməli verib bizdə yenə bir operator belə. Mötərizənin içinə verib 8-dən 2-ni. Aparıb 2A kvadratı bərabər 8 yazsaq ora 2A kvadratı bərabərdir nəyə? 8-ə. Və sonda A kvadrat nəyə bərabərdir? 4-ə. A da bərabərdir 2-yə. Deməli biz bu hissədə A-ya tapdıq 2-ni. Gəlin B-ni yoxlayaq. B bölünsün 2 bərabərdir 2-yə. Onda B neçəyə bərabərdir? 4-ə. Deməli A-ya tapdıq 2, B-yə tapdıq 4. Aparaq yerinə qoysaq 12 vurulsun 2, üstə gəlinsin 2 vuraq 4. Yəni 24 üstə gələk 8 elədi 32. Tapdıq buna 32. İndi gəlin 2 ilə 2-ni yoxlayaq. Apar təzədən 2 ilə 2-ni yuxarıda yerinə əvəzləsək, yoxlasaq, nə alar? İndi onu tapaq. Deməli, burada, silək. Deməli, 2-ni qoyduq 2A kvadratın yerində. 2A kvadratı bərabərdir 2 isə, A kvadratı bərabərdir 1-ə, o da bərabərdir, yəni 1-ə. İndi B kvadratı yenə B bölünsün 2 bərabər yenə 2 isə, B nəyə bərabərdir? 4-ə. Aparıb indi yerinə qoysaq. 12 vurulsun 1, üstə gələk 2 vurulsun 4. Neçə edir? 20. Tapdıq buna da 20-ni. İndi birini 33 tapdıq, birinə 20 tapdıq. Aparıq bax burada. Çünki bu operator verib arasında. Bu hissəni soldan, bu hissəni isə sağa bərabərləməliyik. Deməli A kubu bölünsün 2 bərabər nəyə? 32-yə. Buradan A kubu bərabərdir 64-ə. A nəyə bərabərdir onda? 4-ə. Buradan isə B bərabərdir 20-yə götürürük yerəcənə. İndi buradan A vurulsun B çıxılsın A yazıb. Yəni 4 vurulsun 20 çıxılsın 4. Yəni 80 çıxılsın 4 edir neçə? 76. Yəni A variantı. Sonra baxırıq 8-ci suala. Daha bir maraqlı sual. Deməli yenə mötərizənin içərisinə baxırıq. 4 ilə 2 verib 3 bucağı. 3 bucaq yuxarıda verib. Deməli A 4 B-də 2-dir. İndi kök adda 4 üstəgələ 2. Neçə eləyir? 2 üstəgələ 2 4. Tapdıq bu mötərizənin içərisini 4. İndi 16 ilə 6-nı aparıb burada yerinə qoyuruq. Bərabərləşdirik daha doğrusu. 16 ilə 6. Yəni 6 çıxılsın kök adda 16. Yəni 4 neçə eləyir? 2. Deməli bunun da qiymətini tapdıq 2. İndi 4 ilə 2-ni də aparıb bax burada bərabərləşdirsək bir-birinə 4 dəfə 2 bərabər nəyə? 8-ə. Elə cavab B variantı. 9-cu sual. Burada indi birinci verib bizə 5 3 bucaq, burada isə 4 4 bucaq. Baxırıq. 3 bucaq hardadır? Buradadır. Onun sonunda nə var? A var. Deməli A bərabərdir 5-ə. İndi harda görsən yerinə 5 yazasan, 3 dənə 5-in cəmi elədi necə? 15. Tapdım ki, burada cavab deməli birinci 15 eləyir. Baxsan buradan A 4-ə bərabərdirsə 4 vurulsun 4 vurulsun 4 nəyə bərabərdir? Təbii ki 4-ün kubu 64 eləyir. Üstə qalır 64 bərabər neçə eləyir? Cəmləri eləyir 79.
10-cu sual 3 dənə fərqli operator verib bir-bir yerinə yetirməliyik. Deməli, birinci mötərizədən başlasaq. 48 dənə 27-ni verib gülən üz olan operator hardadır o? Buradadır. Yəni 3a yazaq buradan. 3a kvadratı bərabərdir. Əgər neçəyə? 48-ə. Buradan a kvadratı bərabərdir 16-ya. A da bərabərdir nəyə? 4-ə. Deməli, buradan tapdıq ki, a eləyir necə? 4. 27-ni də yoxlayaq. B kubu da bərabərdir nəyə? 27-cə. B də bərabərdir 3-ə. B də 3 oldu. Deməli, 4 vurulsun 3 çıxılsın. 4 üstə gələk 2 vurulsun 3-ə. Yəni 12 çıxılsın 10. Bərabər nə alınır? 2 alınır. Tapdıq buradan bu mötərizənin içərisilədir 2. İndi 2 ilə 3-ü yoxlamalıyıq bu ağzı düz olan operatordan. Yəni 2 düşdü bunun soluna, 3 də sağındadır. Gəlib baxırıq, axtarıq buradadır. Bax, həmin operator. Solunda verib 2a. 2a bərabərdir 2-dirsə, a bərabərdir 1-ə. B də bərabərdir 3-ün özünə. İndi 1 ilə 3-ü burada yerinə qoysaq. 1 vurulsun 3 də gələk 3 neçə eləyir? 6. Tapdıq buna da artıq bura qədər həlləri tapdıq buranı 6. İndi 6 ilə 5-i aparı farda qoyuruq yuxarıda. Ağzı aşağı olan operatorda. Deməli, A bərabərdir 6-ya, B bərabərdir 5-ə. Sağı sağa, solu sola bərabərlərik. Burada da deyir ki, A-nın kvadratı, yəni 6-nın kvadratı üstə gələk 5 bərabər nəyə eləyir? 41-ə. O da bizdə C variantı alınır. Belə mürəkkəb görünsə də çox sadə, asan suallardan birisi idi. Burada bizə artıq fərqli bir sual verib. Burada 11-ci sualı. Deməli, 6 ilə B-ni biz bərabər eləyib 42 üstə gələk 3B almışıq. Burada da 4 ilə 2-dən artıq cavabı tapıb 34. 5-in 9-un cavabını bizdən istəyir. Gəlin biz 6 və B-dən 42 üstə gələk 3B necə aldı onu tapaq hələ. Birinci ədəddən ədədi, hərfdənsə hərf almalıyıq. Məsələn, 6-dan 42 necə ala bilərik? 7-yə vurmaqla elə. Bu hissəyə biz bir A desək, bura bir B desək. Deməli, A-dan 6-dan 42 necə almaq olar? Dedik 7-yə vurmaqla. Yəni, bu hissəni vurur 7-yə, üstə gələk. B-dənsə 3B alıb, yəni vurub 3-ə. Yəni, bizim tənliyimiz oldu nə? 7A üstə gəlsin 3B. Artıq bizə verilən ədədləri aparıq burada yerinə qoymalıyıq. Bax, məsəl üçün, 4-də A-nı yerinə qoysan, elədi 28, üstə gəlsin, 2-ni də burada qoysan, elədi 2 vurulsun 3, 6. Bərabər neçə eləyir? 34 eləyir. Burada da onu kimi. 5-ə parf yerinə qoysan, eləcə 35. Üstə gəlsin, 9-u vursan 3-ə elədi 27. Cavab neçə eləyir? 62 edir. O da A variantı. Yəni dediyim kimi, buradan 6-dan 42 necə alırıq? 7-yə vurmaqla, B-dənsə 3B-ni 3-ə vurmaqla ala bilərik. Biz bu hissəyə bir A desək, bu hissəyə B desək, alırıq ki, tənliyimiz 7A üstə gələk 3B alınır. A-ya 6 qoyduq, B-də B-nin özünü qoyduq elə. Tənliyi qurduq belə və burada verən ədədlərin hər birini sağa-sağa, solu-sola yazdıq. Vurduq bir-birinə, cavabı tapdıq 62. İndi 12-ci suala baxaq. Yenə mötərizədən başlayırıq. 57, 39 qoyduq buradan. 19 A bərabərdir 57 isə A bərabərdir 3-ə. 13 B bərabərdir 39 isə B də bərabərdir 3-ə. İndi 3 vurulsun 3, çıxılsın 3. 3 vurulsun 3, çıxılsın 3. Necə eləyir? Eləyir 6. Bu ifadənin cavabını tapdıq 6. Yəni bunu yoxlayaq. Bu hardadır? Deyək, buradadır. İndi 65 üstəgələ 65 ilə 60-ı yoxlamalıyıq buradan. 65 bərabərdir 13B-yə. B neçədir onda? B-yə tapdıq buradan 5. 65 13-ə bölündə 5 eləyir. 60 bərabərdir 15A-ya. A nəyə bərabərdir onda? 4-ə. Deməli, 5 ilə 4-ə tapıb burada qoymalıyıq yerinə. 2B üstəgələ A-da. Ha, çaşmaq olmaz burada. 2B üstəgələ A. Yəni, bizə dəqiqə indi 2B üstəgələ A-dırsa, 2B-ni B-yə tapmışıq 5, 10, bu da 14. Tapdıq buna 14-dür. İndi, burada da 9A 11B verib, burada da 36, 77 verib. 36 bərabərdir 9A-dırsa, A neçəyə bərabərdir? 4-ə. B də bərabərdir 77 nömrə böləndə 7-yə. 4 ilə 7-ni qoysaq burada 4 üstə gələk 7 çıxılsın 3 bərabərdir 8 alınır. Deməli, 14-ü qoyduq bura, 8 də bura. Cavab neçə eləyir? Deməli, bunların cəmi eləyir 28. Vəssalam. 13-ə baxaq. A, B, C, D verib bizə və belə bir fərqli formada sual verib bizə. Bax, bu operatorun soluna verib 13, sağında verib 3, 2. Yəni, nə harada yerləşəcək, onu bərabərləşdirməliyik. Bax, bu operator tapdıq buradadır. Bunun soluna verib A ilə B. Bunun soluna verib 13 ilə 3. Yəni, onda A bərabərdir 13-ə,
B bərabərdir 3-ə. Sağında verib C deyil, burada sağında verib 3-2. Yəni C bərabərdir 3-ə, D bərabərdir 2-yə. Aparıb yerinə qoysaq indi. A üstəgələk C. Yəni 13 üstəgələk 3 edir neçə? 16. B-dən D çıxsaq. B 3-dür, D 2-dir. Çıxanda necə edir? 1. İndi baxdıq burada A ilə C-nin fərqi. A ilə C-nin fərqi 10. Bunların cəmi B ilə D-nin cəmi 5. Bu da neçələrdir? 2. Yəni biz buradan tapdıq ki 16 ilə 2 oldu. Bizdə bax bu ifadənin cavabı 16, 2. Tapdıq biz bu ifadəni. İndi aparıb buranı yenə yuxarıda, çünki yumru yuxarıdadır. AB və CD-nin yerində əvəzləməliyik. Yəni A bərabərdir artıq 16-ya, B bərabərdir 2-yə. C bərabərdir nəyə? Nə verib buradan? 1, 2 verib. Yəni C bərabərdir 1-ə, D bərabərdir 2-yə. İndi yuxarıda A çıxılsın C, A 16-dır, C-də 1-dir. Çıxanda necə eləyir? 15. Deməli tapırıq buradan. 1 hissənin 15, yəni də o birinə baxaq. AD çıxılsın C, A ilə D-nin hasili. 36 çıxılsın C neçə eləyir? Yəni 1. 32 çıxılsın 1 bərabər nəyə? 31-ə. Bu da oldu bizim artıq cavabımız. 15 ilə 31 oldu cavabımız. O da bizdə olur neçə? A variantı. Sonra belə bir sual verib bizə. 4 ilə 8-ə 2 operatorunu verib. 2 operatoru yuxarıdadır. Aparıb yuxarıda əvəzləsək. 4, 8 qoyduq bura. Burada qoyduq 4 ilə 8. Bunun cavabını bilirik. Xeyr. Hansı operator verib burada bunu? Haradadır o? Buradadır. Aparıb indi 4 ilə 8-i yerinə qoysaq. 2 dəfə 4, 8. Üstə gəlsin 3 dəfə 8, 24. Cavab neçə eləyir? 32. Tapdıq bax bu ifadənin 4, 1 operatoru 8 cavabını tapdıq 32. Burada da verib ki, bu ifadənin qiymətini vur 2-yə. Bu da bərabər 2 vurulsun 32, elincə 64. Deməli biz bu ifadənin cavabını tapırıq 64. İndi 6 ilə 0 yox. 6 ilə 6 0 operatoru 2-ni yoxlamaq lazımdır. O da yuxarıdadır. Gəlin bunları silək. Deməli 6 yuxarıda A-ya bərabərdir, B-də 2-yə bərabərdir. 6, 2 bölünsün 2 var indi burada. Yenə 1 operatoru verir. 1 operatoru haradadır? Buradadır. 6 ilə 2-ni qoydun burada. 2 dəfə 6. 12 üstə gəlsin 3 dəfə 2 6 eləyir. O da eləyincə 18. 18 bunun cavabı oldu. 18-i böl 2-yə neçə eləyir? 9. Bunun cavabını tapdın 9. 64 ilə 9 tapdıq. Apardıq indi bunu harada qoyuruq yerinə? Bunları silək. Aparıb qoyuruq. Bax, axırda verilən mötərizələrin ortasına verib 1-i verib. 64-ü bura, 9-u isə bura qoyuruq. 2A deməli 2 dəfə 64, 128. Üstə gəlsin 3 dəfə 9, yəni 27. Elin isə 155. E variantı alınır. Sonra baxaq 15-ci suala. Belə baxanda təbii ki, hər kəs qorxu ki, babından sualdır. Amma baxanda görürük ki, bizdə vurmanın bir qaydası var ki, bərabərin hər iki tərəfində olan eyni deməli belə deyim, ədədlər ixtisar olunur da. Burada nə verib bizə? A gülən üz B. Burada nə verib? A gülən üz B. Bax, bunları biz buradan silə bilirik. Elə. Nə qaldı? A ağzı aşağı olan operatoru B bərabərdir. A kvadrat üstəgələk B və salam. Sadələşdirdik misallar bir şey. Yenə eyni şey burada da verib. Bu dəfə düz üzünə verib. Bu da səhvdir. Burada da yenə A aşağı olan üz bərabərdir. Burada da verib yenə eyni şeyi və salam. Artıq həll edə bilərik misalı. 3 ilə 2-ni aparıb harada qoyuruq? Burada. 3, 2. 3-ün kvadratı çıxılsın 2-nin kvadratı bərabər nə eləyir? 9 çıxılsın 4 bərabər nə? 5-ə. Bunu tapdığın cavabı 5. İndi 8 ilə 18-i aparıb harada qoyuruq? Burada. 8, 18. 8 üstə gəlinsin. 18 və yaxud 18 üstə 8 çıxaq 8 bərabərdə 18 tapdıq burada. İndi bu 18, 5 ilə 18-i aparıb harada qoyuruq? Burada. A bərabərdir 5-ə, B bərabərdir 18-ə. 5-in kvadratı üstə gəlsin 18. Yəni 25 üstə gəlin 18 bərabərdir 43-ə. Yenə deyirəm, burada bərabərlik hər iki tərəfində olan eyni ədədlər, eyni vuruqlar islah olur. Qalır belə bir sadə misal. İndi
bir tənlik həll edəcəyik. Aşırı operatorlara aid. Deməli bizdən 8 ilə 20-nin cavabı bərabərdir 16 ilə A-nın cavabına. Yəni 8 aparıq burada 4A bərabər eləməli, 20-ni 5B-yə bərabər eləməyə görə bu ifadənin cavabı nəyə bərabərdir? 8 bərabərdir 4A-ya. Nə aldıq? A bərabərdir 2-yə. 20 bərabərdir 5B-yə. O nəyə bərabərdir? B nəyə bərabərdir? Deməli buradan 4-ə. Deməli A oldu 2, B oldu 4. 2 vurulsun, 4 üstə gəlinsin, 2 bərabərdir 10. Deməli bax bu ifadənin cavabını biz tapdıq artıq 10. Buna ehtiyac yoxdur artıq. Deməli biz 16 və A-nı aparıb yuxarıda əvəzləməliyik və cavabını yazmalıyıq 10-u. Ki burada görək A-nın qiyməti neçə qoysaydıq cavab 10 eləyərdi. İndi A bərabər 4A-ya, 16 bərabər 4A-ya, A bərabər nəyə? 4-ə. Bu A ilə bu A-nın bir-birinə dəxli yoxdur. Sonra A-ya tapdıq indi 4. İncə 5B bərabər nəyə? A-ya. Onda B nəyə bərabərdir? A bölünsün 5-ə. Deməli A4 B bərabərdir A bölünsün 5. Aparıb yuxarıda yerinə qoysaq, indi buranı silək. Deməli A bərabərdir 4-ə. 4 üstə gəlinsin. A bölünsün 5 vurulsun 2. Yəni 2A bölünsün 5-ə. Bərabər nə tapdıq buna? 10 tapdıq. İndi tənliyimizi həll eləyək. Deməli 4 üstə gəlinsin 2A bölünsün 5 bərabərdir 10-dursa, buradan 2A bölünsün 5 bərabərdir 6-ya. Çünki ondan 4-ə çıxdıq elədi 6. 2A bərabərdir 5-i vurduq 6 elədi 30. A da bərabər nəyə? 15-ə. Deməli tənliyimizin cavabını tapdıq 15. Burada 17-ci sualda deməli 3 bucaq və 4 bucaq eyni zamanda ulduz operatorlarını bizə vermişdir. Deməli gəlin misalı indi həll edək. 5 ilə 1-i burada. Aparıb burada əvəzləsək 5, buna da 1 yazsaq. 5 üstə gəlinsin 1, üstə gələk 2, elədi bu 8. İndi 3 bucağı yoxlayaq. 8 ilə 2-ni apardıq yuxarıda əvəzlədik. 8, 2 və beləcə artıq misalımız buradan davam edəcək. Deməli bunun cavabını tapmışıq 8. İndi 3 bucağın cavabını tapmalıyıq. Tapdıq buna belə bir şey. Bunun cavabını bilirik. Xeyr, bilmirik. Bax, bu operator hardadır? Buradadır. Aparıb yerinə 8-dən 2-ni yazdıq mı? Yazdıq. 8, burada 2. 8 üstə gələk 1 oldu 9, 2. Yəni 9-dan 2-nin qiymətini bilirik. Xeyr, aparıb burada qoymaq yerinə 9, 2. 9 üstə gələk 2, üstə gələk 2 neçə elədi bu? 13 elədi. Deməli, bax, A 8 kvadrat 2-nin cavabı neçə oldu bizdə? 13. Apardıq 13-ü qoyduq yuxarı. İndi buranı silək. Apardıq 13-ü qoyduq yuxarıda. Cavabını tapdıq 13. İndi 13-dən 2 var bir də bölündə. Bunu hara qoymalıyıq? Bura. Çünki operator buradadır. 13-dən 2-ni qoyduq bura. 13 üstə gələ 2, üstə gələ 2 neçə eləyir? 17 eləyir. Deməli 17-ni də vursan 3-ə. Niyə 3-ə vurduq? Çünki bölünə 3 verib. Deməli cavab neçə eləyir? 51 eləyir. Bu da oldu 51. İndi gəlin, bax bu kvadratın sağ tərəfinə 51, sol tərəfinə 8 yazaq, həll eləyək. Deməli bu 8, bu da 51. İndi 8-i qoydum bura. 8 üstə gələk 9, bu da 51. 9 ilə 51 yuxarıda yerinə qoysaq indi. Düzümü tapışıq hələ. Deməli, aya 9 qoysaq, ona da 51 qoysaq. Eləyir 62. O da bizdə yox. Demək ki, haradasa necə səhvli eləmişik. Gəlin bir də baxaq. Buradan 8 düz tapmışıq. 8-i qoyduq yuxarıda yerinə. 8 2-ni gəl burada yerinə qoyaq hələ əvvəlcə. 8 2. 8 2. İndi bunun cavabını bilmədiyimizə görə qayıdıq bura. 8 2-ni qoyduq buradan yerinə. 8 2. 8 üstə gəlsin 1. 9 eləyir 2 də burada. 9 ilə 2-nin cavabı neçə eləyir burada? 9 2. 9-u qoysam bura. 2 də burada. Cavab neçə elədi? 13 elədi. İndi bu 13-ü 13-ü 3-ə vurmalıyıq yuxarıda. Biz tapdığımız bayaqçı cavab elədi 13. Biz indi 13-ü vurmalıyıq 3-ə. Elə neçə? 39. İndi 39 ilə, bu 39 ilə 2-ni aparıb harda qoymaq yerinə burada. 39 2.
Düzüm dedik. 13 tapdıq. Hə, 13, 39, 2. Hə, 39-dan 2-nin cəmi. 41 üstəgələ 2, 43. Cavabını tapdıq 43. Deməli, bu ifadənin cavabı oldu 43. İndi bunu yuxarıda yerinə qoyaq gəlin. Tapdığımız ədəd var 843. Aparıb burada kvadrat verib. Onun yerində əvəzləməliyik. 8 üstəgəlsin 1. 9 bu da 43. İndi 9 ilə 43 aparıb burada qoysaq yenə. 9, 43. 9 üstəgələk 43, üstəgələk 2. Cavab neçə eləyir? 54 edir. Cavab D variantı. Mürəkkəb görsənə bilər, amma ardıcı formada gedəndən sonra həll etmək mümkündür. Bu da onun kimi bir sualdır. 6 və 3 verib. Apardıq, qoyduq burada yerinə. Amma belə bir şey deyim ki, buradan silək, yazaq bölək buradan 2. 6-nı 3 apardıq, qoyduq burada yerinə. 6, 3. İndi burada da bərabər nəyə? 12, 3-ə. İndi 12, 3-ün qiymətini bilirik bunun. Xeyr. Apardıq, qoyduq burada 12 və 3-ü yeyib burada. 12. Bu da oldu necə? 3-ü qoydum B-nin yerində oldu bu 9B. 9 oldu indi bu. 12 və 9 tapdıq bura. İndi 12-ni 9-a aparıb qoysam burada. 12 vurulsun 3. 36. 9 vurulsun 2. 18. Cəmi neçə? 54. Biz indi bu misalın cavabı, bu hissənin cavabını tapdıq neçə? 54. Deməli 6 3-ü qoydum burada yerinə. Cavab tapdım burada 54. Onu da böldük 2-yə. 54 bölünsün 2 bərabər necə? 27. Bu hissəni tapdıq 27. O 2-ni harada tapdıq? Bax bu 2 var idi buradakı. 10 getdik yerinə bölmə yazdıq bu tərəfdə. Vurma idi. Bu tərəf keçdi bölmə oldu. Tapdıq 27. İndi bu 27 ilə 2-ni aparıb farda qoyuruq. Bax burada əvəzləyirik. 27-ni bura, 2-ni də bura qoyuruq. 27 vuraq 3. 81, 2 vurulsun 2, üstə gəlsin 4 bərabərdir 85 edir. Yəni Y variantı. İndi baxaq 19-cu suala. 19-cu sualda yenə operatorun soluna verib 9. Aparıb 9-u qoysam burada. Amma bir bərabərsizlik var burada deməli. Burada nə istəyir bizdən? 9 hansına uyğun gəlir burada? Hansı bərabərsizliyə uyğun gəlir? 9-u bura qoya bilərik. Bəli. 9-u bura qoya bilərik. Xeyr. Çünki 9 4-dən kiçikdir. 9-u bura qoyamaq 9 4-ə bərabər deyil. Hara ki qoyduq, aparıb orada yerinə qoyuruq. 9, 9-un kvadratı çıxaq 1 bərabərdir 80 cavabını tapırıq. Burada da biraz mürəkkəb formasında, amma yenə eyni şeydir. 1 ilə 3-ü qoyduq burada. Birinci metoddan üçün bax təbii ki. 1 ilə 3 apardım qoydum burada. Hər yanda A-ya 1, B-yə 3 yazsam. 1, 3, 1, 3. Hansına uyğun gəlir? Təbii ki, bundan uyğun gəlir ikinci ilə. İndi burada da birinci gör nə verir burada? B kubu çıxılsın 2A. Yəni 3-ün kubu çıxılsın 2 deməkdir. Bu bərabərdir 25 tapırıq buradan. Bunu silək indi. Tapdıq deməli mötəzənin içərisində 25. Bu oldu 25. İndi 25 ilə 5-i aparıb burada qoyuruq yerinə. 25, 5, 25, 5, 25, 5. Hansına uyğun gəlir? Təbii ki, birincidən uyğun gəlir. Çünki 25 5-dən böyükdür. 25 vurulsun 5, 125, çıxılsın 5-in kvadratı 25. Cavab neçə eləyir? 100. Belə bir sadə sual idi. 21-ci suala baxaq. 21-ci sualda bizə verib belə bir AB, burada isə BA. Buna deyirlər tərs operator üsulu. Bunun üçün nə etmək lazımdır? Bunları yerinə qoysaq belə misalı həll edə bilmərik. Çünki heç birinin qiymətini bilmirik. Gəlin yuxarıda yazaq. A, indi bunu belə yazacağam mən. B bərabərdir nəyə? Buna bir x deyək. B A-ya isə deyək, bu y. Bu üstəgələk şərəsi deyil ha. Bu ulduz şərəsi sadəcə olaraq belə üstəgələk yazmışam. Deməli buna deyək bir dənə x, buna deyək y. İndi yerinə qoyaq, tapaq. Deməli 2 vurulsun x nəyə bərabərdir? 2x çıxılsın 4AB. A neçədir bizdə? 5. B neçədir? 25. Deməli çıxılsın 4AB. Yəni 4 vurulsun 5 vurulsun 20. Neçə eləyir bizdə? 500. Üstə gəlinsin 3B 3B-dən 3y 3y çıxılsın 7B. B neçədir bizdə? 25. 7-yə vuran neçə eləyəcək? 175 bərabər neçə alınır? 200. Gəlin misalı sadələşdirək. Yəni burada nə alırıq? 2x
üstəgəlsin 3y bərabərdir. Bunların cəmi 675. O da təbii ki, oldu 875. Bu oldu bizim ilk tənliyimiz. İndi belə bir şey deyim. Biz buradan x və y-in qiymətini bilirik. Xeyr, bilmirik. İndi bunun üçün nə etməliyik? Yerlərini dəyişməliyik. Bayaqlar nə tər ki, buna x dedik, buna y demişdik elə. İndi bunların yerini dəyişsək. Y, x desək buna. Olacaq neçə? 2y çıxılsın. Bayaq dediyimiz kimi, əgər bunların yerini dəyişiriksə, avtomatik olaraq bunların da yeri dəyişməlidir. Yəni, bu olacaq artıq A, bu olacaq B. İndi 4AB zaten burada hasildə fərq eləmir o. B vurulsun A, yəni eyni şeydir. 5 vurulsun 25, vuraq 4. Elədi neçə? 500, yəni fərq eləmir. Üstəgəlsin indi 3 vurulsun nə? X. Yerini dəyişdirək bəyək y-lə onun. Çıxılsın 7 vurulsun B. B neçədir bizdə indi? 5. Elədi neçə? 35. Bərabərdir 200. Bunu da indi sadələşdirməyə çalışsaq 2y üstəgəlsin 3x 535 mənfi keçdi dəfə oldu neçə? 735 edir. Deməli, tənliklərimizi tapdıq. 2y üstəgəlsin 3x bərabər 735 və 2x çıxılsın 3y üstəgəlsin 3y daha doğrusu bərabər neçəyə? 875-ə. Bunu tapdıq belə. İndi biz buradan buranı birini mənfiyə vurub x eləməkdə təbii ki. Gəlin buranı vuraq 3-ə, mənfi 3-ə. Buranı vuraq 2-yə. Ki, buradan y-lər ixtisar olunsun. Deməli, indi 3-ə vurduq elədi neçə? Mənfi 6y-lə bu mənfi 6y müsbət 6y getdi. Nə qaldı yuxarıda? Mənfi 9x aşağıda 4x. Yəni, çıxanda indi mənfi 9x-dən 4x toplayanda, yəni eləcə neçə? 5x. Mənfi 5x. Bərabər neçə alınır? Bunu mənfi 3-ə vuranda. 735-i vuraq 3-ə. 5, 1 yadda, 0, 1 də yadda, 22. 2205. Bunu da 2-yə vuranda elə verəcək, səhv eləmirəmsə, 1750. İndi yuxarıdakı mənfidən də buradan 1750 çıxsaq, 5, bu da qaldı 11, 4. 455 edir. Deməli, bərabər nəyə? 455-ə. X burada nəyə bərabərdir? 91-ə. X nəyə vermişdik biz bəyəkləri? AB-yə. Yəni, AB dediyimiz 5-dən 25-ə. Bərabər nə tapdıq? 91 cavabını tapdıq C variantı. İndi ona uyğun olaraq bir dənə də sualımız var. 22-ci sual. Gəlin indi onu da həlinə nəzər salaq. Deməli, buranı silək. Biraz çaşdırıcı görünə bilər. Amma yenə dediyimiz kimi sıra ilə getsək, heç bir çaşma olmayacaq. Deməli, yenə AB-yə biz AB bərabərdir x-ə, BA isə y qoysaq, indi buradan x buna qoyduq, y buna qoyduq, həll eləyək indi. X bərabərdir 2y çıxılsın 3b. B neçədir bizdə? 4. 3 vurulsun 4, 12. Üstə gəlinsin 1. Yəni, buradan tapırıq ki, x bərabərdir 2y çıxılsın 11. Bu oldu bizim ilk tənliyimiz. İndi bunların yerini dəyişsək, yenə buna y, buna x deyəcək. Yəni, bunların yeri dəyişir də belə deyim. Buradan alınır ki, y bərabərdir 2x. İndi çıxılsın. Bu dəfə B nə olacaq bizdə? 3. Olan da yeri dəyişir çünki. 9. Üstə gəlsin 1. Bərabər neçə eləcək buradan? Y bərabərdir 2x çıxılsın 8. Belə bir tənlik aldıq burada. İndi bizə lazım olan təbii ki x-dir hər zaman. Ona görə bax bu y-i burada verilən qiymətini, bax bu y bərabər nəyə? 2x çıxılsın 8-ə. Aparıb burada yerinə qoymalıyıq. İndi x bərabərdir 2 vurulsun 2x çıxılsın 8. Burada indi tapacaq ki x bərabərdir 4x çıxılsın neçəyə? 16-ya. 16 mı eləyir bizə də? Hə, burada bir də çıxaq 11 də var. Çıxaq 11 var təbii ki. Burada çıxaq 11 yazaq. Hə, buradan indi 4x keçib dəfə oldu. Mənfi 3x bərabərdir mənfi 27-yə. X nəyə bərabərdir? Təbii ki 9-a. Vəssalam. Cavabını tapdıq. Nəyə vurun? 9. Açıq sual imiş. Bunun cavabı bəli oldu. 9.
İndi gəlin 23-cü sualı həll edək. Deməli, bizdən yenə tənin istəyir, C-ni deyə tapın. Yaxşı, C-ni apaq yerinə qoyacaq təbii ki, amma onun üzrə buranı silək. Buranı sildik. İndi deməli, A ilə B verib, 3 bucaqla və 4 bucaqla. Deməli, 2 ilə C-ni aparıb birinci yuxarıda 4 bucağın yerində qoysaq. A 2-dir, B də C-yə bərabərdir. Yəni, A nədir? İndi buradan 2 üstü C. Deməli, bu ifadənin cavabını tapdıq 2 üstü C. İndi 3 bucağın sol tərəfinə yazırıq 2 üstü C. Sağ tərəfi nədir? 6-dır. Yazaq buradan 2 üstü C üstə gəlinsin 6-nın kvadratı 36 bərabər nə verir bizə? 68-ə. Deməli, onda 2C bərabər nəyə? 68-dən 36 çıxanda elə 32. 2 üstü neçə 32 eləyər? Təbii ki, C bərabərdir 5-ə. Çünki 2 üstü 5 eləyirsə 32. Gəlin, baxın, 24-cü suala. Deməli, burada verir bizə 14 3 bucaq və 4 yumruğunu. Birinci tapaq 14 3 bucağı təbii ki. Çünki birinci 3 bucaq verilib. 14-ü apardım, qoydum burada. 14 üstə gələ 1, 15. Bu oldu 15. İndi 15 yumruğunu aparıb burada. Yumruğunun solundan 5 qoysan 15 vurulsun ki, oldu 30. Deməli, bax, bu ifadənin cavabı ümumilikdə oldu necə? 30. İndi buna apaq yerinə qoyaq. Buranı silək. İndi 2 yumru. Yumruğun soluna yazdıq 2-ni. Bərabər nəyə? 4-ə. Bu oldu 4. İndi 4 3 bucaq. 3 bucağın soluna yazmalıyıq 4-ü. Bu oldu necə? 5. Deməli, bu ifadənin cavabı oldu 5. İndi 30-dan çıxırıq 5-i. Eli necə? 25. 25, amma belə bir işarə var orada, bölündə. Bu. İndi 25-i yazdım bura. Bərabər nəyə? Kürşatda 25-ə. Yəni 5-ə. Vəssalam, bizim cavabımız oldu 5. Bu qədər sadə. İndi bax 25-ci suala. Buraları silək. Deməli, bu hissəni neçə bərabər eləməliyik? 74-ə. Bu hissəni isə 13-ə bərabər eləməliyik. Deməli, yazaq indi 2A kvadratı üstə gəlsin 2 bərabər neçə eləyir? 74. Buradan indi 2A kvadratı bərabərdir 72-yə. A kvadratı bərabərdir 36-ya. A bərabərdir 6-ya. Ayaq tapdıq 6. İndi B-ni tapaq. B necə tapacaq? Deməli, B üstü 4 çıxılsın 3 bərabər nəyə? 13-ə. B üstü 4 bərabərdir 16-ya. B də bərabərdir 2-yə. Çünki 2 üstü 4 edəcək 16. B-yə tapdıq 2-ni. Bu da deyək ki, A üstü B. Yəni 6 üstü 2 üstə gələk 2 üstü 6. Bərabər neçə eləyəcək? 36 üstə gələk 64. Yazaq buradan 36. Üstə gəlsin 64 bərabərdir 100-ə. D variantı. 26-cı suala baxaq. 5 və 7-ni aparaq yenə burada qoysaq, təbii ki, heç bir şey əldə eləməyəcək. Niyə? Çünki burada da bir dənəsini verib. Biz bunu x-dən əvəzləsək amma, misal həll edə bilərik. Məsələn, x bərabərdir 2 vurulsun x, çıxılsın 7, çıxılsın, deməli, mötərizədə A ilə B-nin cəmi, yəni 12-yə. İndi buradan hesablasaq, x bərabərdir 2x çıxılsın 7, çıxılsın 12, elə çıxılsın 19. Buradan da 2x keçib dəf oldu. Mənfi x bərabərdir. Mənfi 19-a. X bərabərdir 19-a. Vəssalam. Bu qədər sayda. 27-yə baxaq indi. 27 bayaq elədiklərimiz kimi görünə bilər. Qarışıq görünür biraz. Amma bayaq elədiklərimiz kimi bu da ardıcılıqla həll olunsa asanlıqla cavabı tapa bilərik. İndi baxaq suala. Deməli 2 və 4-ü 3 bucaqla verib bizdə. Aparıb 3 bucağın solunda 2-ni, sağında 4-ü yazdıq. İndi burada da 2 ilə 4-ü yazdıq. Burada oldu 2. 2 və 4-ün qiymətini bilmirik. Gəlib burada yazdıq ona görə. Kvadratla təbii ki bilmirik. Kvadratın sağ və soluna yazdıq 2, 4-ü. İndi burada harada A göstərək 2, B göstərək 4 yazdıq. Oldu bu neçə?
2 yumru 6. İndi yumrunun soluna 2, sağına 6-nı yazdıq. 2 üstə gələk 6 üstə gələk 4 bərabərdir 12 eləyir. Biz tapdığımız cavab olacaq bizdə. Bax bu bayaq harda tapmışdıq bunu? Bu nəyə bərabər idi buna? 2 6. Bərabərdir 12 isə bu nəyə bərabər edir? 2 ilə 4-ə. Yəni bu mötərizənin içərisi oldu necə? 12. İndi biz aparıb orada mötərizənin sağ tərəfində mötərizənin üstünə yazacağıq 12-ni indi bura. Yazdıq 12-ni. İndi 12 ilə 2-ni də aparıb yumruda yerinə qoymalıyıq. Deməli yazaq 12-ni bura. 12 yumru 2 aldıq. 12 2. 12 üstə gələk 2 üstə gələk 4 bərabər neçə eləyir? 18 eləyir. Bu oldu hələ bizim bunun cavabı. İndi biz tapmalıyıq buradan bir də digərinin cavabını. 3 yumru 1-in. 3 yumru 1-i qoymaq asandır əslində. Çünki orada başqa bir şey vermir. Ancaq 3-ünə yumrunu verib və qabağında A ilə B-nin əməllərini verib. 3 ilə 1 apardım, qoydum burada. 1 də burada. 3 üstə gələk 1 üstə gələk 4 neçə eləyir? 8. Deməli bunun cavabını tapdın 8. İndi eyni zamanda bu 8 ilə 18-i aparıb yuxarıda yerinə qoysaq. 18 8. İndi bura 18 qoyduq. Burada oldu 18 ilə 8-in cəmi 26. Aparsan, indi burada yumrunun yerində qoysan 18-dən 8-i. 18-dən 26-nı daha doğrusu. 18 və 26. 18 üstə gələk 26 üstə gələk 4 bərabər neçə eləyir? 48 edir. Eyni qayda gəlin baxaq 28-ci suala. İndi 2 ilə 3-ü ulduz olmasını verib burada. 2 ilə 3-ü yazdıq buradan. 2 3. Bu da oldu neçə? Onda 2 vursun 3 6. 2 ilə 3-ün qiymətini bilmədiyimiz üçün gəlib burada yazırıq 2 3. Burada yazacaq onda 6 çıxılsın, yox 4, hətta 6 çıxılsın 2 3 üstə gələk 4. İndi burada belə bir qiymət aldıq. Deməli bunu yazsaq yuxarıdan 2 3 bərabərdir 2 3 üstələnsin 6-ya. Eyni zamanda bunu apardıq yuxarıda yerinə qoyduq. Tapdıq ki buradan deməli yox, mötərizənin səhv yerini çəkdim. Bərabər 2 3 hə bərabər neçəyə? 6 çıxılsın yuxarıdakı 2 3-ə. Üstə gələk də 4 var. İndi bizdən bunu tapmağı tələb eləyir. Biz burada bunların qiymətini necə elə bilərik indi? Bu bərabərdir yuxarıdakına. 6 çıxılsın 2 3. Əslində vəziyyət bilərik. Baxaq bir dənə. Deməli, bax 2 3 bərabərdir. Artıq bunun yerinə yazacaq nəyi? 6 çıxılsın 2 3 üstə gələk 4 mötərizəni bağlayırıq. Bir də üstə gələk 6 var. Buradan indi bu ifadə bərabərdən bir x desək x bərabərdir 6 çıxılsın x düzüm getdik, hə. Üstə gələk 4, üstə gələk 6. Buradan alınacaq ki 2x bərabər neçəyə? 16-ya, x bərabər 8-ə. Biz indi tapdığımız bu ifadənin cavabı oldu 8. Biz bunu tapdıq 8. İndi o 8-dən bir aparıb yuxarıda əvəzləməliyik. 8-dən bir tapdıq. İndi buranı silək. Deməli 8-i qoyacağıq indi burada. Bir də qoyduq burada. 2 vurulsun, bu oldu 2, çıxılsın 8 1, üstə gəlsin 4. 8 1-in qiymətini bilmədiyimiz üçün aparıq bunu yuxarıda qoyuruq. 8 1. Yenə 8 1, üstə gəlsin indi 3 vurulsun A, yəni 24.
Qiymətini bilmədiyimiz üçün belə yazırıq bunu. İndi belə bir şey aldıq yenə. 8 1 bərabərdir 8 1 üstəgəlsin 24. Burada da bayaq tapmışdıq ki, bu ifadə bərabərdir 2 mütəziyalaq dənə. 2 çıxılsın 8 üstəgəl demək bu işarə, yəni ulduz işarəsi üstəgələk 4. Buradan indi bizə tələb olunan təbii ki budur. Biz bunu gətirib burada yerinə qoysaq 8 1 nəyə bərabərdir? Buna 8 bu ulduz günəş işarəsi 1 üstəgələk 24-ə. İndi buna bir x desək biz x bərabərdir 2 çıxılsın. İndi bax bunun yerinə dediyimiz kimi gətirib bunu yazaq. Üstəgəlsin 24 üstəgələk 4 bərabər nəyə? İndi bunu biz həll eləyək. Buna bir x deyək etdinə. Deməli, x bərabərdir 2 çıxılsın, x çıxılsın 24 üstəgələk 4-ə. Buradan 2x bərabərdir 18-ə, x bərabər nəyə? Mənfi 18-ə, x bərabərdir mənfi 9-a. Deməli, bax bu ifadənin cavabı necə oldu? Mənfi 9. Biraz vaxt aparan və mürəkkəb sual idi. Cavabını tapdıq mənfi 9. İndi bax 29-cu suala. Burada təxminən bu da eyni tip suallardandır. 8-dən biri deməli aparıb burada yerinə qoysan. Bilmədiyimiz üçün. Deməli burada yazaq aya 8. Burada 8-dən birin deməli 2 dəfə 8 çıxılsın 8. Elə necə 8. Bu oldu artıq B. Bu isə olur B. Bu ifadədə bu B-ni əvəzləyir yəni. 8 burada indi B-ni yeni yazsan 8 kvadrat 1 bərabərdir. İndi yerinə qoysan. Deməli 10 vurulsun A 80 çıxılsın 4 vurulsun 8 kvadrat 1 bərabər nəyə? Yuxarı 8 tapmışıq. İndi gəlin bunu həll eləyək. Deməli, ümumdən yazaq 80 çıxılsın 4 8 kvadrat 1 bərabərdir 8 isə buradan 80 keçib tərəf oldu mənfi 72 və yaxud da bu gəlib tərəfə keçir olur 72 bərabərdir 4 8 kvadrat 1-ə. Buradan da 8 kvadrat 1-in qiymətini tapa bilirik necə? 72 bölək 4 18 cavabını tapdıq. Deməli nədik? Əvvəlcə apardı qoyduq yuxarıda hər yana A, hər yandakı A-ya 8, B-yə isə 1 yazdıq. Buradan bərabərin sağ tərəfini tapdıq 8. Buradan qiymətini bilmirdik. Apardıq eyni şeyi aşağıda yerinə qoyacaq 8. Bu isə B-nin əvəzi təbii ki, çünki ürəyin sağ tərəfindədir. Burada ürəyin sağ tərəfində B var. Yəni bu ifadə B-yə bərabərdir. Yazdıq buradan 8 ürək, sonra 8 kvadrat 1 bərabərdir. İndi bu nəyə bərabərdir? 10 vurulsun A. Yəni 8 vurulsun 10, 80 çıxılsın 4 vurulsun B. Yəni 8 kvadrat 1. 4 vurulsun 8 kvadrat 1 bərabər 8-ə. 80-dən bunu çıxdıq. Deməli 4 kvadrat 4 vurulsun 8 kvadrat 1 bərabərdir 72-yə. Buradan tapdıq ki 72-nin 4-ə bölündü 18-dir. Sonra cavabını tapdıq 18. İndi qəbula düşmüş aşkar operatorlara baxaq. Deməli, bizdən yenə C-nin qiymətini istəyir. Birinci 4 ilə 5 aparaq yuxarıda yerinə qoyaq ki, görə bu ifadə nəyə bərabərdir? 4-ü bura, 15-i isə bura qoyduq. 4 dəfə 15, 60, üstəgələnsin 4. Bərabər nəyə? 64-ə. Deməli, bu ifadə bərabərdir 64-ə. Bunu siliyordıq. İndi, bunu buradan silək. 10 ilə C-ni aparıb burada yuxarıda bərabərləşsək. 10 kvadrat C çıxılsın C. 10 kvadrat C-ni aparıb burada yerinə qoysaq indi 10C. Burada hasili 10C üstəgəlsin 10 tapdıq. Burada aparıb yuxarıda yerinə qoysaq indi bunun yerində. 10C üstəgəlsin 10 çıxılsın C. Bərabər nə tapdıq buradan? 64 tapdıq. Buradan indi 9C bərabərdir 54-dürsə, C nəyə bərabərdir 6-ya. Bir də deyim. Deməli, bax, birinci 14, 4 ilə 15-ə apardıq, yuxarıda qoyduq burada.
alındı ki 60 üstəgəlsin 4 bərabərdir 64-ə. Əla. Deməli 10 ilə C-ni yuxarıda yerinə qoysaq 10, 3 bucaq C. Deməli hər yanda A-ya 10, B-yə isə C dedik. 10 kvadrat C çıxılsın C. 10 kvadrat C-nin qiymətini bilmədiyimiz üçün aparaq kvadratda qoyuruq 10-dan C-ni. 10 vurulsun C üstə gələk 10 alındı. Deməli 10 kvadrat C-nin qiymətini tapdıq. 10 C üstə gələk 10. Aparıb yuxarıda buradan yerinə qoysaq 10 C üstə gələk 10 çıxılsın C bərabər nə tapış bayaqlar? Burada 64. Buradan C tapırıq 6-nı. Yəni D variantını. Bayaq dediyimiz suallardan tərs operator üsulundan burada var. Baxaq indi bu suala. Deməli buna bir x deyək, buna deyək y. Deməli x bərabərdir a üstə gələk b, yəni 3 üstə gələk 2 üstə gələk 1 bərabərdir 6 çıxılsın 2y. Bu oldu bizim işlənimiz. Gəlin x-in y-in yerini dəyişək. Y bərabərdir 6 çıxılsın. Yeni 6 qoyuruq çünki bunların da yerini dəyişəndə zaten bizdən cəmi istəyir. Toplanın yerini dəyişən cəmi dəyişmir. Yenə 6 qalır. Çıxılsın 2x-ə. İndi aparaq bax bu y-in yerində qoyuruq bunları. 6 çıxılsın 2x yuxarıda y-in yerinə qoyaq. X bərabərdir 6 çıxılsın 2 vurulsun 6 çıxaq 2x. X bərabərdir 6 çıxılsın 12 üstə gələk 4x. Mənfi müsbət elədi. Bu oldu mənfi 3x keçib tərəfə çünki bərabərdir mənfi 6x bərabərdir nəyə 2-yə. Vəssalam. Baxırıq 32-ci suala. Deməli 12 9-u aparıb harada qoyacaq yerinə? Burada artıq bizə belə deyim, yerinə qoymağa tənliklər vermir. Biz tənliyi özümüz tapmalıyıq buradan. Nə edə bilərik? Məsələn, gəlin 6 və 2-dən 64 almaq üçün nə edirik? 6-dan 2 çıxaq, üstəldik onu kuba. Eləsi necə? 64. Burada da yenə 9-dan 2 çıxsaq, 9-dan 12-dən 9 çıxsaq, 3, kubu neçədir? 27. 9 və 4 qoyaq, görək harada? 14 və 11-dən alıq 9-u. Yəni 14 çıxılsın 11-in kvadratı, yəni 3-ün kvadratı 9 eləyir. Deməli, bunda da 9-dan 4 çıxsaq, 9-un kvadratından 9-dan 4 çıxanda eləyir 5, 5-in də kvadratı neçə eləyir? 25 eləyir. Yəni 27 və 25-i aparaq, üst bucaqda yerinə qoysaq. Üst bucaq demir, daha doğrusu üst bucağın həllinə baxsaq. Orada nə edirdi? 8 və 6-nın cəmi. Doğrusu fərqinin kubu 8. Bu da fərqinin kvadratı neçə eləyirdi? 1. Deməli 8 və 1 üç bucaqını tapsaq, 8 üç bucaq 1-in qiymətini necə tapır? 49 alıq burada. Fərqinin təbii ki kvadratı yüzəldir burada da. Bərabərdir 49 eləyir. Biz də yenə bunların fərqini 27 çıxsın 25-i kvadratı yüzəltsə neçə eləyəcək? 2-in kvadratı 4. Cavab olur 4. Əslində bu qeyri-aşkar tipli suallara aid olan suallardan idi. Baxaq indi 33-ə. X bölü x kvadrat bölünsün 9 dəqiqə 1-in qiymətini neçədir deyir. Gəlin baxaq. Əvvəlcə 5 ilə 16-nı yuxarıda əvəzləsək. 5, 16. 5-in kvadratı 25, üstə gəlsin 16. Bərabər neçə? 41-ə. Deməli, bax bu ifadənin cavabı artıq 41-dir. Bərabərdir bu 41-ə. İndi yuxarını silək, x-dən 5 aparaq, əvəzləyək. X-i bura, 5-i isə bura qoysaq. X-in kvadratı üstə gəlsin 5. Bərabər nə alınır? 41. İndi buradan x kvadrat nəyə bərabərdir onda? 5-i keçib tərəfə elədi 36. X bərabər nəyə? 6-ya. Burada deyək ki, x kvadratı, yəni 6-nın kvadratı bölünsün 9, üstə gəlsin 1 nəyə bərabərdir? 6-nın kvadratı 36 bölünsün 9, 4 eləyir, üstə 1 gəlində eləyir 5. O soru misala baxaq. 27 və 14-ə aparıb yuxarıda. Rompda yerinə qoysaq. A bərabərdir 3-ə. B bərabər nəyə? 7 B bərabərdir 14-ə. B bərabərdir 2-yə. İndi A vurulsun 2, yəni 3 vurulsun 2, 6 üstə gəlsin 2 bərabər 8. Bu ifadənin qiymətini tapdıq 8. İndi 30 və 18-i aparıb üst bucaqda yerinə qoyaq. 11 A əgər 30-a bərabərdirsə A bərabərdir 3-ə. 2 B 18-ə bərabərdirsə B bərabərdir yenə 2-yə. İndi 3A, yəni 3 vurulsun 3, 9 üstə gəlsin 2, 11 çıxsın 3 bərabər necə? 8. İndi 15, 16-nı aparaq burada yerinə qoyaq. 15 bərabərdir 5, A-dırsa A bərabərdir 3-ə. Yenə 2B, 8B bərabərdir 16-dırsa B bərabərdir 2-yə. Buradan indi 3 çıxılsın 2, üstə gələk 5 bərabərdir 6 eləyir. Bunun da qiymətini tapdıq 6.
8 üstəgəl 8 çıxılsın 6 bərabər neçə eləyir? 10 eləyir. E variantı. İndi 35-ci suala baxaq. Bayaq elədiyimiz suallar kimi suallardandır. 3-dən 2-ni aparıb burada qoyduq bura. 3 dəfə 3, 9, 2. 9, 2-nin bilmirik qiymətini. Ona görə baxırıq bura. 9, 2, 9 ilə 2-ni bura qoysaq oldu. 9, 4. 9 ştaf 4-ünü də burada qoysaq. 9-dan 4 çıxsan 5. 5-in kvadratı 25. Vəssalam. Deməli, bunun qiyməti oldu 25. Bunun cavabını tapdıq 25. İndi buranı silək. Orada bizə başqa heç bir əməl verməyib. Ona görə cavab sadəcə 25 qaldı mötərizənin daxilində. İndi gəldik bura. 8 və 2-ni aparıb burada əvəzləsək. 8, bu da oldu 4. 8 çıxaq 4, indi burada yerinə qoyaq təbii ki. 8 ilə 4-ü burada qoyduq yerinə. Çıxanda eləcək 4, 4-ün kvadratı 16. Tapdıq burada 16. İndi 25 ilə 16-nın fərqini tapacaq buradan. Çünki ştaf verib arada. Baxın. 25-i qoysan burada, 16-nı qoysan burada. 25 çıxaq 16, 9, 9-un kvadratını neçə eləyir? 81 eləyir. İndi maraqlı bir sualı keçid eləyək. Deməli, burada bizdə verib A, B və C ilə D-ni. Deyək, şimdi bizdən bu ifadə nəyə bərabərdir? F-i verib, biz birinci F-i tapaq hələ. 2 ilə 3 aparıq, qoyduq burada. 2 bura, 3 bura, 4 bura, 5 də bura. A ilə B-nin hasili 2 dəfə 3, 6, üstəgəlsin C ilə D-nin hasili 20. Elə 26. Deməli, F-in qiyməti oldu 26. Aparıb indi F-i 26-nı qoysan buradan. İndi buranı silə təzədən burada qoyacaq bir-birinə, yerinə. İndi A-ya 2, B-yə 7, C-yə 3, D-yə isə 26 qoysaq. A ilə B-nin hasili 2 dəfə 7, 14, 3 dəfə 26 eləyir neçə? 78. 14 ilə 78-in cəmi neçə eləyir? 92 eləyir. 37-ci suala baxaq indi. Deməli, biz 4 ilə 3-ü aparıb üst bucaqda yerinə qoysaq. 4, burada 3 qoysaq. 2 üstündə 4 çıxaq 3. Üstəgəlsin 3 üstündə A neçədir bizdə? 4. Çıxılsın. B də 3-dür. 3-dür 3 yazaq buna da. Bərabərdir. İndi 2 üstü 4 çıxaq 3 neçə eləyir? Eləcə 2-nin özü eləyir. Çünki 2 üstü 1 2 eləyir. 3-dür 4. Üstəgəlsin 81. Çıxılsın 3-dür 3 27. Deməli 54-ün də üstəki gəndə 56 eləyir. Vəssalam. Baxaq indi 38-ci suala. Deməli 125 x bərabərdir 30-a. Apar deməli A kubu bərabərdir 125 isə A nəyə bərabərdir? 5-ə. A-nı yerinə yazdın 5. 2 vurulsun 5 üstə gələ. İndi B-ni tapaq. B-nin qiymətini bilmirik. Deməli 4B bərabərdir əgər x-dirsə, B nəyə bərabərdir? X bölünsün 4-ə. İndi aparıb burada yerinə qoysan onu. 2 vurulsun x bölünsün 4. Bərabər nə yazıb bura? 30. Yazaq indi. 2 vurulsun 5. Yəni 10 üstə gəlinsin. 2x bölünür. Yəni x bölünsün 2. Bərabər neçəyə? 30-a. Buradan da x bölünsün 2 bərabərdir. 30 çıxaq 10 20-yə. X bərabər nəyə? 40-a. 2 vurulsun 20. 39-a nəzər salaq indi. Yenə bizdən B verib tənli istəyir. Deməli 5 ilə B-ni yuxarıda aparıb yerinə qoysaq. 5 buraya yazaq 5, burada yazaq B. Bərabər nə alınır? 5 üstə gəlsin. B üstə gəlsin 3. Yəni 8 üstə gələk B. İndi bu aldığımız 8 üstə gələk B-ni aparıb bir də yuxarıda yerinə qoysaq. 8 üstə gələk B. Məsələn, A-ya tapıb 8 üstə gələk B də elə. 8 üstə gəlinsin B. İndi A-nın qiyməti idi də bu. Sağ tərəf verir baxın. İndi 8 üstə gələk B. Üstə gəlsin bir dənə də B. Üstə gəlsin 3. Bərabər nəyə? 25-ə. İndi buradan 2B bərabərdir. 11 çıxıb dəfə oldu 14. B bərabər nəyə? 7-yə. Yenə bir də izah edin. Deməli 5-i qoyduq bura. B-ni qoyduq bura. Elədi neçə? 5 üstə gəlsin B üstə gəlsin 3. Yəni bu ifadənin qiyməti oldu 8 üstə gəlsin B. Amma
Artıq üçbucağın solunda verir də bunu. Sağında heç nə yox. Deməli B heç nə olmayacaq yəni. Aparıb A-nın yerində burada yazırsan 8 üstə gələk B. Yenə A-nın üstə yazın 8 üstə gələk B. Bir dənə də B buradaydı. 8 üstə gələk 2B üstə gələk 3 bərabərdir 25-ə. Yəni 2B bərabərdir 14-ə, B bərabərdir 7-yə. Baxaq indi sonuncu 40-cı suala. 3-dən D-ni yapaq yuxarıda əvəzləsək. 3 qoyduq bura, D-ni qoyduq bura. İndi deyir ki 3 çıxılsın D vurulsun. 3-ün kvadratı 9 üstə gəlsin 3D. Üstə gəlsə D kvadratı. Mötərizə bərabər nəyə? 19-a. İndi bizə dəqiqə 3 vurulsun D. Hə. Bunu belə yazdıq. Gəlin indi bunu hesablayaq. Bu səhv etmirəmsə 27 çıxılsın D kubu bizə dəqiqə bunu açaq onda mötərizəni. Mötərizə müdüzdür bu. Hər halda bir dənə yoxlayaq. 27 üstə gəlsin 9 D üstə gəlsin 3D kvadratı. Burada isə deməli çıxılsın 9D çıxılsın 3D kvadratı çıxılsın D kubu bərabərdir 19-a. Buradan indi baxın 9D ilə bu 9D getdi. 3D kvadratından bu 3D kvadrat getdi. Nə qaldı? 27 çıxılsın D kubu bərabər nəyə? 19-a. Buradan da D kubu bərabərdir 8-ə. D də bərabər nəyə? 2-yə. Vəssalam. Belə bir müxtəsər müdüzdürü aşkar operator sualını da həll etdik. Deməli, aşkar operatorlara aid 40 dənə suala baxdıq. Həm qəbula düşmüş suallara, həm də qəbula düşmə potensial olan sualların həllinə baxdıq. Növbəti dərsimizdə görüşərik. YouTube kanalımıza da abunə olub, növbəti videolara baxıb nəsə öyrənə bilərsiniz. Sağ olun, salamat qalın.